عائشة رضي الله عنها قالت قال رسول الله صلى الله عليه وسلم أبغض الرجال إلى الله الألد الخصم. Allah'a en gazabli kişiler inatkar, mübahisedendir. Yani hadisin mənası Allah'ın nifret ettiği en gazabli kişiler. Yani Allah subhanahu teala bu kişileri, bu vəsflənən kişiləri nifret edir. Əl-ələd ne deməkdir? Hansı ki inatkardır. Haqq ona gəlir, haqqa qayıtmır, haqqı qəbul etmir. Xasım nədir? Mübahisə eləyən, mübahisədə israrlı olan. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem bizə bu hədislə öyrədir ki, insana haqq gəldikdə haqqdan üz çevirməməlidir və haqqa yönəlməlidir. Və mübahisə etdikdə israrlı, inatkarlıq edərək etməməlidir. Ona görə insan bu vəsfdən uzaq olmalıdır və mübahisə etdikdə gözəl şəkildə mübahisə, elmlə, dəlillər mübahisə etməlidir. Əks halda artıq dəlili yoxdursa, sübutu yoxdursa, ona gələn haqqı qəbul etməlidir və təslim olmalıdır. Əks halda Allahın xoşlamadığı kəslərin içinə daxil olmuş olar. Və şək yoxdur ki, Allahın qəzəbləndirdiyi kəs o nəyə aparır insanı? İnsanı cəhənnəm aparır. Bu baxımdan insan bu vəsfəni vəsləməməlidir. Allah subhanahu teala istəyirəm gözəl əxlaq olanaq.